Tarixi yaddaşımızın silinməyən möhürü, mavi günbəzi ilə sərhəddin o tayında belə milli kimliyimizi xatırladan Göy məscid. Azərbaycan türklərinin İrəvan xanlığındakı əzəmətini xatırladan bu ibadət ocağı bugün öz soydaşlarının qədəminə həsrət qalıb. Halbuki vaxtilə İrəvan xanlığında ölçüsünə görə ən böyük və mərkəzi məscid olub. İndi isə İrəvanda yerləşən yeganə məsciddir. Qalan 7-si erməni vandallığının qurbanı olub. Xalq arasında Hüseynəli xan məscidi də deyilən bu dini ocaq 1760-65-ci illərdə İrəvan xanı Hüseynəli xanın təşəbbüsü ilə tikilib. 28 hücrə, kitabxana, ibadətgah və həyətyanı sahədən ibarətdir. Sovet hakimiyyəti dövründə 4 minarədən 3-ü sökülüb. 1936-cı ildə məsciddə İrəvan Tarix Muzeyi yaradılıb. İkinci Dünya müharibəsi zamanı məscid həm də silah anbarı kimi istifadə olunub. 1952-ci ildə məscidin bir hissəsi rəsədxanaya, bir hissəsi isə məktəbə çevrilib. Rəngi göy, taleyi qara yazılmış bu məscidin çiləsi təkcə sökülməklə bitməyib. Ermənilər bu dini ocağı 2 dəfə yandırıblar. İlk dəfə 1918-ci, sonra isə 1955-ci ildə. Üstəlik tanınmış din xadimi Mahmud Aruzoğlu və 22 nəfər türk alimi içəridə ibadət edərkən məscidə od vurulub. Ciddi intizam sistemi ilə aç çıxarmış Sovet rejimi ermənilərin bu qansız cinayətinə həmişəki kimi göz yumub. 80-ci illərin sonunda Azərbaycanlılar öz tarixi torpaqlarından didərgin salındıqdan sonra Göy məscidi tamamilə məhv etmək istəyirlər. Amma himayədəri olan İran Ermənistanın qulağına nə pıçıldayırsa, söküntü işindən vaz keçib bərpa üçün farsların ixtiyarına verirlər. Beləliklə 1995-2006-cı illər ərzində fasilələrlə bərpa olunan məscid ibadət yerindən çox İranın Ermənistandakı siyasi mərkəzlərindən birinə çevrilir. Həmin hadisələri İngilis tədqiqatçı, Qafqazşünas Thomas De Waal belə şərh edir. Ermənilərin Azərbaycanlılara məxsus məscidin İrana təhvil verməsini lingvistik oyun ilə izah etmək olar. 20-ci əsrə qədər burada Azərbaycanlıları tatar, türk və ya sadəcə müsəlman adlandırırdılar. Başqa sözlə, onlar indiki Azərbaycanlıların babaları idilər. Ermənilər İrəvandakı məscid haqqında danışanda Fars məscidi deməklə 1765-ci ildən bu məsciddə ibadət edənlərin Azərbaycanlı olduğunu unutturmaq istəyirlər. Göründüyü kimi, məscidin dəfələrlə fəaliyyət yönünün dəyişdirilməsindən, onun necə təqdim olunmasından asılı olmayaraq, yaddaşlarda və mənbələrdə öz tarixi kimliyini qoruyub saxlayır. Bu məscid təkcə daş bina deyil, İrəvanda əsrlərlə yaşamış Azərbaycanlıların izinin şahididir. Zaman keçdikcə, siyasi vəziyyət dəyişdikcə, faktlar üzə çıxır və mədəni irs gec-tez öz tarixi sahibinə qayıdır.